Başı buludlu, qarlı dağların ətəyinə sığınmış qədim Qəbələ torpağına üz tutduq. O torpağa ki, oradakı yurtların min illərlə yaşı, qədimdən qədim tarixi, mədəniyyəti, adət ənənəsi var. Qəbələnin qədim ellərindən biri Qum kəndi. Dağ ətəyi barlı bərəkətli olur. Dağ ətəyində yerləşən bu kəndi sel dəfələrlə dağıtsa da, qumrular gah dağ döşündə, gah da ətəyində təzə yurt salıb, öz torpaqları qədim qalanın ətrafından ayrılmışlar. Toylar nə olub, hansı havalar çalıbdır, nə oyunlar olubdur? Vay bax, uzun dərə, susan sümbül, qaçay bala, gömürə, ondan sonra tərəkəmə, sonra avar çoxa, ondan sonra Dağıstanı, ondan sonra sənə deyim, uyaqlarını tapım, sonra görüm hasiydi, İnnabı, ondan soslu mili dedim, sonra da bunlardan başqa yadımdan çıxıbdı. O toylarda, keçmiş toylarda elə adət-ənənələr, elə oyunlar varmı ki, indi onlar yoxdur və onlar hansılardır? Zopu. Zopu folklor ansamblı dünyada tanınmış kollektivlərdəndir. Onlar Türkiyədəki folklor bayramının qalibi olub, Fransadakı festivalda bürünç medal qazanıblar. Zopu ansamblı 13 ildir fəaliyyət göstərir bizim kəndimizdə. Bu ansamblı biz demək, qədim kəndimizin ənənələri, qədim o mərasim oyunları, meydan tamaşası kimi vaxtı ilə oynanılıb bu və biz də istədik ki, bu rəqsimizi xalqımıza və buradan Azərbaycanın uzaqda olan bütün xalqlara göstərək və bilsinlər ki, doğrudan da Azərbaycana belə qədim bir mədəniyyətə malikdir. Bu ansamblı biz keçmiş
rəhmətli Şirin müəllim vardı bizdə, mədəniyyət şöbəsinin müdiri idi. O rəhmətli dedi ki, bəs sizin kəndinizdə belə bir rəqsləri var, toy rəqsləridir, meydan tamaşasıdır. Mən istəyərdim ki, onu bir çıxardasınız vaxtında, o itib batmasın. Onun çox qədim kökləri var. Və onunla əlaqədar mən də söz verdim ki, mütləq bu işi eləyərəm və bizim ədəbiyyat müəllimimiz olan Arif müəllim də bu işə qol qoydu. O cümlədən mən bütün kəndin ağsaqqalları ilə məsləhət elədim ki, bu rəqslər necə olubdur? O Çalpabaq kişi idi, Xəlil əmi idi, Zakir müəllim idi, o cümlədən rəhmətə gedib Osman kişi idi, Heydər baba idi. Bunlarla mən Bərçin kişi idi, rəhmətlik. Bunlarla mən ünsiyyətdə oldum və öyrəndim ki, bu rəqslər necə olub vaxtilə, necə oynanılıb. Bizim qədim rəqsləri oynayan rəhmətli Seyid kişi vardı, o idi. Sonra bizim kəndimizdə yaşlı adamlar, hansı ki mənim əmim özü oynayıb, Xəlil kişi özü rəqs oynayıb, Çalpaq kişi oynayıb və onlardan öyrəndim rəqsin gedişatı nətər olub, necə olub, nə formada oynanılıb və onları mən onlardan yığandan, götürəndən sonra və gəldik, başladıq biz məşq edib həmin rəqsləri səhnəyə gətirə bildik. Balama qurban İran'da. Bu balam ne vaxt İran'da? Yasa 40 topu, 39'u çıktın bir zop. Hey! Hopa! Kır, kopur,
karşısında çolak sefa. Ne iş taban tuz ala. O da ne et var? O da tuz var. Bir de şey, şimdi bu yukarı gedib qarmaq lazımdır. Bizim bu meşə çox gözəl meşə idi. Belə ki, bu meşəyə yoldan 5 metrə meşənin içinə girmək mümkün yox idi. O qədər gözəl, belə sıx, qəşəng meşə idi. Amma hayf ki, bu meşə az vaxtda, məsələn, bu vaxtdan bu vaxta kimi az qırılıb, məsələn, cəmaat odun kimi istifadə edir. Biz həm bu meşədən material kimi istifadə edirik, ev zatı ki. Həm də ki, qaz yoxdur, odun kimi istifadə edirik. Böyük təsərrüfat da kənddə 1200 təsərrüfatdır. Az aparan, məsələn, ildə 1 maşın, 2 maşın, nə yönlənsə odun aparmalıdır, istifadə eləməlidir. Qazın çox zərəri var. Qazın olmamağı bizim bu təbii sərvətin məhv olmasına səbəb olur. Gələcəyinə yox deyəsən. Ona görə də çox aznacaqlı haldır. Həm də su. Meşədə artım yoxdur. Niyə yoxdur? Meşədən yuxarıda yaylaqlar var. Qoyun sürüləri. Gəlir keçir, o körpə bitən, tumurcuqlu, o qamaşları hamısını o malqara götürür. Meşədə artım olmur. Həm də bir tərəfdən qırılır. Qabağa da gedib quraqlığa yayda məsələn, əmələ gəlmir. O da torpaq yer deyil, daş yerdir, qayadır, daşdır. Bax, ona görə də bizim bu təbii sərvətin məhv olmasına səbəb olur bu. Siz bax dediniz ki, yanacaq kimi çox istifadə edirsiniz bu meşələrdən. Təqribən bir ailə bir qış vaxtı nə qədər ağac yandırır? Təqribən bir ailə ha yandırmasa bir ildə bir 10 kub, 15 kub odun yandırır. Və qabaqçı vaxtlara nisbətən, 50-ci illərə nisbətən indiki bu heyvanların artımı, azalımı nətərdir? Bizdə bu son vaxtlarda heyvanlar, müxtəlif növbördə heyvanlar var. Donuzdur, ayıdır, maraldır, cürdür, keçidir, kəldir. Bu heyvanlar bizdə vaxtı ilə laf çox idi, köpkərdir. Nəsli üzülmək üzrədir. Laf çox idi vaxtı ilə. Amma indi baxırsan ki, tamamilə seyrəlikdir bunlar. Bu da təbiətdən asılıdır. Təbiətdən belə ki, bu meşələrdə heyvanların gəlib daldalamağa yeri yoxdur. Meşəbəyi qardaş, bir şey də biz etiraf eləməliyik ki, təkcə bu meşənin qırılması yox, həm də adamlar da az qırmayıblar bu heyvanları. Həm də oğuçular da gedir, atırlar. İndi dağa gedən oğuçudur da, rast düşür heyvan da atır. Bu heyvanların belə, məsəl, atılması, yaralanır, məsəl, yırtıcı heyvanın əlinə düşməsi, təbiəti mühafizə işləri biraz bu barədə layıqə etdilər. Bizim bax, bu meşələrin bərpa olunmasından ötürü, sonra heyvanların az-çox artmasından ötürü nə edə bilərik? Bax, siz özü şəxsən nə edirsiniz? Şəxsən bu meşələri artırmaqdan ötürü bizdə yaxşı mədəni meşə salınır zat. Tin yetişdirmə, şabalıqdır, qozdur. Bizim təşkilatın, idarənin böyük belə bu plantasiyaları var, bağda şikirlikləri. İndi bu qarla əlaqədar olaraq qaldı. Yoxsa biz demək olar ki, bu qar 5-10 gün cər olsaydı, yağmasaydı. Biz bu zonaları hamısını mədəni meşə əhməliydik. Yerləri də hazırlamışıq. Hamısı qamaşlar da, çiniklər də hazırdır. Əlbət ki, qanunsuz odun aparanlara qarşı mübarizə aparırıq. Belə ki, köksüzlü ağacı kəsmək bizdə qəti qadağandır, icazəsiz. Düzdür, bizdə tikinti materialı da aparırlar, amma qanun dairəsində. Gedirlər, bilet alırlar, neçə kubu lazımdırsa, pulunu keçirir, ərzə yazır, idarənin rəhbəri ona bilet kəstirir. Ondan sonra özümüz də qanun dairəsinin ağacını verir, aparır gedir. Daha elə başlı-başınalıq mətərgəldə elə şey yoxdur. Bir də biz istifadə edirik, bu meşə qırılmasın deyib qarşısını özümüz tərəfdən belə fikirləşib tapılmış belə bir yöndür. Meşənin girəcəyini məsəl qarmaq qoyuruq ki, maşın şoferdir, kimsə məsəl meşədən xəlbət girib çıxmasın, məsəl qırılmasın da, meşə qırılmasın. Həm də bir də kağızdan istifadə edirik, məsəl yolu qıranda bəlkə də gələndə təsadüf elədiniz, yazıb qoyuruq ki, məsəl yoldaş sürücü
vətəndaşlar yol qarmaqlıdır, xahiş edirəm meşəyə girməyəsiniz. Sizin hamınızın əlinizdə tüfəng var. Çox güman ki, ov da eləyirsiniz. Və əlbəttə ov qadağandır. Nətər baxırsınız siz buna bəs? O qadağandır, biz şərt ova görə yox. Qoca kişiyəm, darıxıram, çıxıb seyir üçün belə gəzirəm. Tüfəng çiynim alıb ki, canavar olar, nə olar mən, yoxsa o bizdə yaxında nə maral yoxdur, mən gücüm çatan yerdə. Nə ceyran yoxdur, nə cüyür, nə keçi, uzaqdadırlar. Və sizin yoldaşınız nisbətən cavandır. Yoxdur, meşələrimizdə daha heç nə qalmır. Heyvan qalmayayım. Meşələrimiz çox seyrəldi deyə heyvanlar gedir. Burada tək-tək canavar var. Biraz gəlsə onu oluyuruq. Siz axırıncı dəfə nəyə atmısınız, hansı ov eləmişsiniz? Axırıncı dəfə 10 il olar hələ o atanmamışam. Düzdür, bizdə bu heyvanlar azalıbsa da, amma onlardan qalanı var. Təmiz nəsilləri itməyib, var hələ. Götürək ayını, ayı çox gözəl heyvandır. Ayının qidalandığı, hamısı bu meşədə olan cır meyvədir. Əgər ayı meşədə insana rast gələrsə, ona dəyib toxunmasın, qəti toxunan da ölür. Amma atarsan yaralanar, səhər hücum çəkər, o da canlıdır, o da özünü müdafiə eləməlidir. Amma dəyməyəndə dəyən dölür. Bu saat o ayı özü küzdədir. Az vaxtdan sonra balalayacaq. O küzdə nədir? Mağarada. Onun özünün mağarası var. Bu saat o mağaradadır, az vaxtdan sonra da balalayacaq. Məsələn, xırda onun boyuna görə onun balası təxminən 200-300 qram olur. Xırda balası olur. O boyda heyvanın. Çox qanıq heyvandır. Çox didikçə. Sürtüşməsinin qəti sürtüşən də ölür, dəyən də ölür. Yol getdiyi yerdə qabağa çıxsa, yoldan özü çıxacaq, səhər yollayacaq. Nə sən çıxmalısın, nə o çıxmalıdır da. O ki, biri çıxmalıdır. Yalnız tüfəng əlində olursa səndən ötür. Tüfəkli oldunsa qətiyyən sənə o girələ verməz ki, onu atasan. Böyründə balası olan, Sonra onu atan oğlan, xam olub aşağıda durub atsa, tüfəyin üzündən salınca o özünü çatdırır. Həmişə gələ aydan yuxarıda durub onu atasan. Balalı olanda çox Kıçını parçasına balası qoyub olanda çatdırırsa özünü. insana bir o qədər məsələn balanın xətrinə ki, balaya nəsə xata ola bilər, ona görə insana bu hərdən məsələn hücum eləyər. Yoxsa məsələn sataşmasa, sataşan deyil. Bir onun çox sevdiyi heyvanlardan ayının ən çox sevdiyi qoyundur. O yaxşıdır ki, bir dənəsini aparır, özünə yetirir. Amma canavar sürüyə düşsə, yarısını qırıb tökür. Amma o oğa gələndə insan formunda. İnsaflıdır. İnsan formu gəlir, iki ayaq yerdə, iki ayaq göydə. Kürəyin arasında da bir dənə ağac. Onu it də tuta bilmir suyun içində. Niyə? İt elə bilir ki, gələn çobandır. Üsküyü çala-çala gəlir, qoyun içinə girir gecə. Çalıb bir dənəsinin qoltuğuna qoyur, gənə çıxır gedir. Beşik başındakı laylalar bərkidir, mətinləşdirir bizim hər birimizi. Bu laylalarda ana alxışı da var, qılınc səsi, Koroğlu nərəsi, cəngi sədası da. Laylalarda günəş hərarəti, səma aydınlığı ilə bahəm, ildırım hayqırtısı da var. Bu oxumalar torpaqlarımıza göz dikənlərin qəlbinə qorxu, igidlərimizin qanına cəsarət, hünər axıdır. Balam lay lay lay, gülüm lay lay lay, körpe balam lay lay.
Layla kızım layla, palamı belere beşye, üstte sallam eşye, palamı ay layla, palamı ay lay. Palamı belere beşye, üstte sallam eşye, palam yukarıdan durunca, canımı kurban diyere, palamı ay lay, gülüm ay lay. Körpe balam lay lay, körpe kuzum lay lay, palamı beledim beşiye, üste saldım heşiye, palam yukarıdan durunca, nenesi kurban dedi canına, palam ay lay lay, gülüm ay lay lay, palam ay lay lay, layla balam lay lay, körpe balam lay lay. Layla kuzum lay lay, palamı belemişem beşiye, üste salmışam eşiye, palam yukarıdan durunca, canımı kurban demişem. Layla balam layla, layla kuzum lay lay lay, körpe kuzum lay lay. Çok tabii. Terazinin üstünden keçmək olmaz. Terazinin üstündən keçəndə bahalıq eşitmişəm, bilirəm mən. Seyran bacı deyən kimi hələ heylə də olur. Nətər olur? Seyran bacı nətərsə dedi bəyə. Terazinin üstten geçmek günahtır. Günahdır 40 da. gün olur onda. 40 imansız. Eğer var, baş ayak yapmak günahtır. Düzgün de öyle. Nikahdan düşür. Nikahtan Nav düşür. açığı. Öydə dirnaq tutmaq öyə bərəkətin qaçırır. Öydə dirnaq kəsməzlər. Dirnağı kəsəndə bir dəsmal açıb, üstünə kəsib, götürüb bunu bir Aparıp bir temiz yere torpaq qalxızıb altına salıb, üstündən torpaqlayıb basasan, durar orada. Bu günahdır. O qədər öydə dirnaq kəsmək pis işdir. Öyün bərəkətin qaçırır. Bundan keçmişdə atalar sözü, belərlər gerçəkdir də. Demirəm, bəyək deyirdim, yarımçıq qaldı. Peyğəmbərin dirnağı qopub, bunu bağlayıb səhərə saxlayıbdı. Gecə dirnaq kəsməzlər deyib. Səhər açıb, qopardı və aparıb bastırdı. Gece başı uyudu, gece de suyun tullama, sakla. Sabahlarım geceden tulla. Günahtır. Bəli. Keçmişdə gecə elə su tullayır bir gəlin. O yalın çırpıtını. Ondan da o qalıbdır ki, gecə baş suyun tullamaq olmaz. Bəli. Belə söhbətdən indi aramızda gedir, işlədirik, işlədən işlədir, işlətməyən hələ bu yerisini eləyir. Tayerli çöreği kesmek günahtır. Elva alıp bismillah eləyib gerek kesesen çöreği. Elva alıp bismillah çöreği belə kesesen. Bir əllə çörək kəsilməzlər. Bir yer çörek kesmezler. Bismillah eləyib kesesen, başlayıp bismillah da eləyib yersen. Sonra sizin cəmaat bu torpaqla bağlı arada deyirsiniz, nə eləyəndə kimə heyvan düşmür, nə tər eləyəndə qapıda məsələn əkdiyin şey bitmir. Onun hansı sınaqları var sizdə? Zoğal ağacı zərərlidir. Zoğal ağacının dibində yatmaq xatalıdır da, şeytan əməlidir o, zoğaldan. Çiçəyindən bıratan başlayır, şeytanlar oynayır, üstündə, böğründə, başında. Altında yatarsan xata törədir, insana Zabal tapılır. verir insana. Xəstəlik əmələ gətirir. Niyəsə indi bu da elə bir meyvədir da, amma özü yaxşı meyvədir. Məsələn, soğuqlamayacaq da dərman bir əvvəsi pişirirsə yeməli olur. İğnə, iğnə, ucu düyməşəm ağacı, kesik boz ağacı, kutu keçir, əmim oğlu vur ayağa, çıx qırağa. İkincisini? Bunu, yoxsa, bunu yox. Bunu, belə. Ha, belə. Belə. İğnə, iğnə, düyməşəm ağacı, keçir qoz ağacı, kutu keçir, əmim oğlu bunlara çıx qırağa.
Layla gülüm lay lay, layla çiçeğim lay lay lay, körpe balam lay lay. Layla kardeşim lay lay, layla balam lay lay, balaca balam lay lay lay. Gülüm ay lay lay, balam ay lay lay lay. Atası var çöller kuşu, anası var melekler yoldaşı. Balam ay lay lay, balam ay lay lay, kuzum ay lay lay lay. Layla balam layla, layla çolpa balam lay lay, layla gülüm lay lay.